Günlerin bir günü soğuk havada gedirdim bir yolun kenarı ile. Gördüm ki oğlandı cavan yaşında. Danışır sakitçe bir mezar ile. Biraz da yaxına getdim, dayandım. Ne yalan deyim ki, dəlidir sandım. Kənardan bir müddət maraqla baxdım. Gördüm ki, danışır anası ilə. Durmadı ürəyim. Laf yaxınlaşıb dedim ki, dərdimi səninlə bölüm. Sən demə, anası 10 gündür ölür. Cəhənnəm əzabın gözünlə görüb. İstədim qaldırım, kömək eləyim. Dedi ki, qardaşım, dəymə, toxunma. Qoy biraz ağlayım, dərdimi bölüm. Mən gedəcəm rahat mən öz yolumla. Bunları deməkdə odur məqsədim. Vaxtında ananın qədrini bilin. 100 dənə yad insan əvəz eləmir, doldura bilmir bir ana yeri.